Bu qədər pis iyi olan bir şey necə belə dadlı olur, başa düşmürəm. Qurbandan mənə qalan ilə qarın olur. Dedim bu dəfə isə bunu fərqli hazırlayacağam, quta biləməyəcəm. Bu quzu qarnı olduğuna görə qaynar su dəyən kimi asanlıqla çıxır. Bir dəfə sizə mal qarnını təmizləyən yerdə məharətimi göstərəcəm. Aranızda mənim kimi su ilə oynamağı bu qədər sevən var yoxsa yox? Qarnı paltar kimi çəngələdikdən sonra qalxıram yuxarı. Qurbanın biraz quyruğundan da qalırmış. Həm onu, həm də kebaba getməyən əti xırda-xırda doğrayıram. İsitdiyim tavaya öncə quyruğu, sonra isə əti əlavə edirəm. Duz, istiot, paprika, sarı kök, bir də Gürcüstandan gətirdiyim sevan duzundan əlavə edib qovururam. Az keçmir, bura yumru düyü və zirincdə əlavə edib qapaqlı formada vamodda bişməyə qoyuram. Suyu çəkilib, düyülər şişdikdən sonra qarnın içərisinə yığmaq vaxtı gəlir. İndi isə sıra dərzilik məharətimi sizə göstərməkdədir. Qarnın ağzını möhkəmcə tikirəm ki, qazanın içərisində danışıb söz-söhbət salmasın. Bura soğan, sarımsaq, su, duz, istiot, paprika və gilə turşu da əlavə edib qapaqlı formada bişirirəm. Şırdanın valideyni də danışan. İnanın Allaha, bişən zaman pis iyi olsa da müsibət dadlı bir şeydir. Əminəm ki, bir də yeni hazırlayacağım.